Salam əziz investorlar və treyderlər. Səninlə sistem, Guru, Markets şirkət haqqında ümumi məlumatla başlayırıq. Lazım gələrsə fasilə verə bilərsiniz. Korporasiyanın bütün parametrlərinə daha ətraflı baxa bilərsiniz. İndi biz şirkətin əsas fundamental göstəricilərini müqayisə edəcəyik. Sinopta.ins ticker STKL. Bu baxış 14 aprel 2025-ci il tarixinə olan məlumatlara əsaslanır. Təsnifatına görə Guru, Markets şirkət Sinopta.ins alt kateqoriyaya aiddir. Semi-Finished Ford qiymətləndirmədə 39 təşkilat iştirak edir ki, bu da çox təmsilçidir. Bu videonun sonunda yekun həlləri görəcəyik. Sözü gedən şirkət üçün nəticə belədir: 10 baldan -5. Alt kateqoriya üzrə orta nəticə 1,2 baldır. Çox geniş baxsanız, ümumilikdə bütün ABŞ bazarında. Qeyd edə bilərik ki, bütövlükdə ABŞ fond bazarı üçün orta xal 1,9 baldır. -5 xal hesabına qarşı Sinopta.ins şirkətin səhm qiymətinin dinamikasının müqayisəsi Sinopta.ins və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda şirkətin səhmlərinin olduğunu görürük. Sinopta.ins -37,6% dinamika göstərib. 3,3% alt kateqoriyası üzrə qiymət dinamikasına qarşı. Bu mütləq heç nə demək deyil, amma bu faktı nəzərə almalısınız. Korporasiyanın bazar kapitallaşması Sinopta.ins $0,46 milyard. Alt kateqoriyanın bazar kapitallaşması $241 milyard. Sinopta.ins 0,191% paya malikdir və alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması $0,14 milyard həcmində qiymətləndirilir. $121 milyard alt kateqoriya kapitallaşması ilə. Sinopta.ins 0,116% paya malikdir. Birjanın səhmlərini və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görürük. İşğal olunmuş pay Sinopta.ins alt kateqoriyada fond bazarının kapitallaşması qiymətləndirilərkən 0,191% təşkil edir. Balansın kapitallaşması 0,116% təşkil edir. Bu, bazar kapitallaşmasının payından 39% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi, PIS, -1 bal. Təhlil edilən şirkətin borc öhdəlikləri 0,336 MOE-də. Borcun balans dəyərinin 240%-ni təşkil edir. Şirkətin borc öhdəliklərinin səviyyəsinə görə reytinq çox pis, -2 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriya üzrə orta göstərici 19,6-dır ki, bu da alt kateqoriya üzrə orta göstəricidən xeyli pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar qiymətinin mənfəət göstəricisinin qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -$18 milyon olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Və bu, şirkətin qiyməti üçün çox pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi yaxşı, 1 bal. Şirkətin gəlir balansına qiyməti 0,6-dır. Alt kateqoriya üzrə orta göstərici 1,4 təşkil edir və bu, alt kateqoriyadan 57% aşağıdır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bazar qiymətinin onun gəlir göstəricisinə qiymətləndirilməsi yaxşı, 1 bal. Son 12 ayda gəlir $720 milyon olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Bu, şirkətin perspektivləri üçün son dərəcə mənfidir. Proqnozlaşdırılan gələcək satış göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, PIS, -1 bal.
Marja -2,5%-dir. Alt kateqoriya üzrə orta hesabla 6,9%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 9,4% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə marjinallığın qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 0,283% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 48% çoxdur. Və bu fakt şirkətin bazar dəyərindəki balanssızlığı əks etdirir. Snoop.ins daha az qiymətləndirməyə doğru. Təşkilatın hər bir işçisi üçün bazar kapitalının məbləği $368.000 bərabərdir. Alt kateqoriyada isə $547.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 32,7% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Fərdi işçiyə düşən mənfəətin məbləği -$14,300.000-dır. Alt kateqoriya üzrə orta qiymət $27,900.000-dır. Və alt kateqoriya orta göstəricisi ilə şirkətin performansı arasındakı fərq 49%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Şirkətin hər bir işçiyə düşən gəliri $580.000-dır. Alt kateqoriyada $405.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 43%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkət işçisinə düşən gəlirin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 4%, alt kateqoriya üzrə orta hesabla 4,9% təşkil edir. Bu, qısa bir sıxılma riskinin qiymətləndirilməsidir. Göstərici rəası 14 şirkət üçün %23 səviyyəsini göstərir. Snoop.ins. Alt kateqoriya üçün RSI səviyyəsi 14, təxminən 50% təşkil edir. Potensial olaraq alt kateqoriyadakı sənədlərin qiymətləndirilir. Snoop.ins. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən $3,900-dır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $10,18-dır. Faktiki qiymətlə konsensus proqnozu arasındakı fərq təxminən 159%-dir. Sifariş cədvəlinə baxaq, o sizin üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəli bu mövsüm yardım sistemi tərəfindən qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Şirkətin qiymətli kağızlarının qiymətləndirilməsinə əsaslanır. Snoop.ins. Məlumat və arayış qiymətləndirmə sistemi Guru Markets qərar qəbul edilir. Səhm üçün $3,92-dan satışa çıxarmaq əmri verdi. Şirkətin nisbətən aşağı reytinqi olduğu üçün sifariş açıqdır. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə metodundan, Akimin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 3,38 səviyyəsində müəyyən edilmişdir. Stop loss 4,46 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda. Bu halda sifariş 14 may 2025-ci il tarixli sessiyanın nəticələrinə əsasən avtomatik olaraq müəyyən edilir. Və ya göstərilən tarixdən əvvəlki son iş günündə. Ticker, KHC, əsas alış sifarişinə çevriləcək. Bu kanalda əsas sifarişlə bağlı video artıq dərc olunub. Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırma. İkinci sifariş cari səviyyədə müəyyən edilir. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hər kəsə çox sağ olun. Guru Markets. Siz bütün dünyada ən mükəmməl tamaşaçısınız.